Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə bərabər Age of History 3-də dostlar Britaniya Hindistanla oynayacağıq. 1-ci Dünya Savaşı. Dostlar, mən 1-ci Dünya Savaşını qoydum, Britaniya Hindistanı. Filistin serisindən sonra. Gördüyünüz kimi dostlar, Birləşik Krallığın vasalı yox. Yəni indi dostlar, mən əgər Birləşik Krallığa bağımsızlıq savaşı versəm, bu qədər ölkə ilə savaşmalıyam. Təkcə Birləşik Krallığı belə udanmərəm, çünki adamlar dünyanın birincisidir. Biz onları udanmərük, əksinə uduzarıq. Mən 1-ci Rus İmperatorluğu ilə ilişki gelişdirəcəm, Əfqanistanla ilişki gelişdirəcəm, Səfəvilərlə ilişki gelişdirəcəm. Bəlkə bir köməyi toxunar deyənə Osmanlı ilə də ilişki gelişdirəcəm dostlar və Belkuistan. Belkuistan da zaten vasaldı bizim kimi. Dostlar, belə baxanda biz 142 ekonomimiz var. Az dəqiqətən də ekonomimiz və refah açısından zor durumdayıq. Ona görə dostlar, mən birinci başlanğıc parası ilə ekonomiyə verəcəm. Yəni bütün başlanğıc paramı ekonomiyə verəcəm. Çünki mənim bu dəqiqə 12 tokatlıq bir gəlirim var. O gəlir yaxşı bir gəlir deyil. Yəni ordu basmağa, askeri akademi səviyyəsi artırmağa yetərli bir gəlir deyil o. Əksinə dostlar, pis bir gəlirdir həqiqətən də. Çünki biz onunla askeri akademi bastıq bir səviyyəsini tutalım ki, ikinci səviyyəsinə nə qədər gözləməliyik day. Amma dostlar, araşdırmaya da diqqət verməliyik. Yəni araşdırmanı da yaxşı eləməliyik. Və dostlar, umuram ki, Filistin serisi xoşunuza gəldi. Çünki İsrail'ə bağımsızlıq savaşı verib İsrail'dən qurtulmuşduq o seridə. Baxmayanlar əgər varsa, indi gedib baxa bilər o videoya. Çinlə də birdən savaş açmasın. Savaş açsa, yəni də İngiliz gələnə qədər Çin bizi udar da. Mədəniyyətiniz altın çağdan aldıq. Afqanistanla saldırmazlıq paktı. Bhutandan savunma yox, zəifdir. Bhutan güclü bir ölkə deyil ki. Yəni bizim kimi vasallara görə güclü bir ölkə deyil o. Dostlar, bizim bu bölümdəki məqsədimiz birinci özümüzü ekonomi barədən, texnoloji barədən toparlamaqdır. Bu kimdir? O, Fransız Çin'də, amma yox. O dünyanın o biri tərəfindədir. Ən böyük üretici. Və dostlar, gördüyünüz kimi başlanğıc paramızı yaxşı işlətdik. Danışmanlara baxaq. Nəsə, üretim gəlirini artıran bir danışman qoyuram mən bura. İl bakımını azaltan. Hava bu olar. Quşatma etkinliği. Bu kimdir? Japon İmperatorluğu. Çatışma çağı. Dünya savaşı başladı. Xeyirli uğurlu olsun. Dünya savaşı başladı.
Qəşəng dostlar, ekonomi barədən daha demək olar, 250-yə çıxartdıq ekonomiyamızı. İndi dostlar, daha texnologiyada araşdıraq, amma yenə də zor durumdayıq, eybi yoxdur. İndi texnologiyada neyniyək? Okul falan açaq. Məsələn üçün 1, 2, 3, 5 dənə okul, 5 dənə akademi. Belə bir şey eləyək. Çünki bu daha məntiqlidir. 3, 4, bu da 5. Bəli dostlar, 5 dənə demək olar daha okulumuz var. Halı ilə daha texnologiyamız qalxır. Bəli, 16 nöqtəyə qalxdı. Bəli, indi keçdik nəyə? İndi akademiyə keçək. Akademiyə çox qaldıracaq texnologiyamızı. Amma akademiya çox bu. Məsələn, 256 tokat istəyir. Məsələli Dəlhiyə bir dənə, burada bir dənə, 2 dənə akademi açaq. Belə eləyək hələliklə, çox yaxşıdır məncə. Avantaj puanımız var, nələrə verək? Hələlik altın alaq, çünki pulumuz çox azdır. Qəşəng. İpək tarlası açaq buralıqlarda. Məsələn, biri burada. Qəşəng, ekonomi qalxızmağa davam edirik. Və dostlar, gördüyünüz kimi pulumuz da qalxır. Nəsə var taktika araşdıraq da, eybi yoxdur. Bir dəyə də görev daha mı? Qəşəng. Nə görə ipək tarlası var burada? Qəşəng tapdıq ipək tarlasını. Qəşəng dostlar, ipək tarlası da demək olar hazırdır bizdə. Qəşəng texnoloji barədən də çox möhkəm addımlar eləyirik. 3-cü bir akademi, 4-cü bir akademi daha tikək bura. Ümumilikdə amma çox akademi tikdik. Və dostlar, indi biz texnologiyada da biraz irəliləyək. Sonra da indi dostlar biz ordu basaq. Ölkəmizdə balaca üsyanları daha aradan qaldıraq. Çünki bəş edirəm birinci başkənd falan yüksəldəyik. Qəşəng, burada birinci neyniyək? Başkənd hələ yox. Ya da ki qaldıraq. Nəsə bir səviyyə qaldıraq. Araşdırmamıza da bir qatqısı olsun. Xeyri olsun. Askeri akademi. Bunları mən 2 səviyyə eləməliyəm. Askeri akademi ilə general akademisin. Reformusu mənimsə. Bu kimdir? Savunma paktı yoxdur. Amma dostlar, bu Britaniya-Hindistan serisi biraz uzun bir seri olacaq. Çünki belə baxanda çox üsyancı ölkələr var. Bunların hamısını ortadan qaldırmaq biraz çətindir. %43.92 araşdırmamız var. Görə İngilizin nə qədər araşdırması var.
İngilislər bizdən daha az araşdırma eləyir. Qəşəng. Bu bizim işimizə yarayar hələliklə. Altın çatmadı. Qəşəng, indi çatdı. Ordu basaq. O qəşəng 24K-lıq bir ordumuz var. Mən buradan Askeri Akademini 350 tokat istəyirdi. Nəysə. Bu kimdir? Portuqaliya. Qəşəng. Savaş uçağı falan araşdırırıq. Halı ilə dostlar 32K-lıq bir ordumuz var. Ekonomi binalarına girək bir də buradan. Boya tarlası. Amma boya da çox yaxşı bir üründür. Yox, qəbul eləmirəm. Qəşəng. Ekonomi barədən demək olar da özümüz düzəldirik. Çin Cumhuriyyəti bizə müttəfiqlik atdı. Qəbul eləyək də. Bunun bizə nə pisliyi var? Askeri Akademi 3 səviyyə. Savaş samalyotda. Bombardıman uçağı. Zəngin hasat möhtəşəm. Qəşəng dostlar, indi də savaşımızı aça bilərik. İlk üsyancı dövlətə savaşımızı açdıq. Qəşəng. Bunun biraz çox ordusu var. Qəşəng. Qəşəng dostlar, bugünlük qəşəng bir şey bacardıq. Həqiqətən də. Və dostlar, videonun daha sonuna gəldik. Gördüyünüz kimi dostlar, bu bölgələrdə hakimiyyət qurduq və videomuzun da sondur. Sağ olun, salamat qalın.